Hələ də qəzəbin qulusansa, deməli bu məktub sənin üçün səslənir. İndi isə siz qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. Əziz dost, 10 il əvvəl bu ayə ilə bağlı dərin bir təcrübə yaşadım. O gün bugün həmin an və bu ayənin məzmunu heç vaxt yadımdan çıxmır. Gecə saat 1-2 radələrində oyandım və çox əsəbi idim. Axşamdan da əsəbi yatmışdım. Birdən bir səs eşitdim. Qalx, Koloslilərə məktub 3-cü surə 8-ci ayəni oxu. Mən fikir vermədim, çünki o vaxt İncil oxumamışdım. Hələ əhd-i ətiqi belə tam bitirməmişdim. Yenidən eyni səs gəldi. Dur, aç kitabı və oxu. Mən öz-özümə dedim, bu vaxt kitab oxumaq vaxtı deyil. Amma 3-cü dəfə səs sərt şəkildə əmr etdi. Qalx dedim, aç və oxu. Mən kitabı açdım və bu ayəni oxudum. Sanki Allah birbaşa mənə dedi, ağzından bu sözləri kənara at və bunu şərtsiz olaraq əmr etdi. Xüsusilə də qəzəbi at. Çünki o anda mənim içimdəki qəzəb Allahın əmrlərinə birbaşa qarşı çıxmaq idi. Axı Allah demişdi ki, qonşunu özün kimi sev. Mən isə sevgini yanlış anlamışdım. Egoist duyğularla qarışdırmışdım. Qarşılıq və dəstək axtarırdım. Amma Allah heç bir halda dilimizi murdarlamağa, qəzəblə böhtan və ədəbsiz sözlər deməyə icazə vermir. Xatırlayaq ki, Musa qəzəbləndiyi zaman Allahın qanunlarını daşıyan lövhələri yerə atıb sındırdı. Mən də qəzəblənəndə eyni cür əmri tapdalayıram. Çünki mənim qəzəbim insana yönəlir. Halbuki Allah günaha nifrət edir, insana deyil. Əziz dostum, bu ayə ilə illər öncə Allah məni xəbərdar etmişdi. Amma mən inanıram ki, bu yalnız mənə deyil, Allahı tanıyan hər kəsə aiddir. Sən də qəzəbi, kini və ağır sözləri kənara qoy. Çünki bu Allahın bizə birbaşa əmridir.